Bir gün ki, xanımın danışmağı dayandırdı, o gündən qorx. Ağay möhtərəm, xanımın sənə hislənəndə, danışanda, gileylənəndə hələ də umidi var. Çünki bu cür fikirlər şayad məni anladı, şayad bir şey dəyişdi. Amma bir gün görəsən ki, xanımın nə hislənir, nə gileylənir, nə də bəhs eləyir. Sən də xiyal elərsən ki, şükür, hər şey düzəldi. Amma bəzi vaxt o düzəlmək deyil, o uzaqlaşmanın başlanmağının nişanəsidir. Təmaşanası deyir, insan zindiqanlığında bə'd bu ki, barha təlaş elədi və hiss elədi ki, rabitədə eşidilmir, kəm-kəm özünü rabitədən çəkər və gedər. Yəni, xanım əvvəl sakit olur, sonra ehsasını gizlədir, axirdə də ürəyini aparır. Olay möhtərəm, xanımın hələ sənə dərdini deyirsə, bu şansıdır. O hələ ürəyinin dərvazasını sənə bağlamayıb, hələ intizar çəkir, hələ dostluq edir. Dildaş ağa, davadan qorxma, sakitlikdən qorx. Çünki bəzi sakitliklər məni anlamadın deyə-deyə eşki arxasında qoyub gedər.